Vidal Sassoon saç dünyasını dəyişən ad. Vidal Sassoon 20-ci əsrin ən məşhur saç ustalarından biridir. O sadəcə usta deyil, müasir saç kəsiminin atası sayılır. 1950-60-cı illərdə o qadınların ağır burmalı saç üslublarına son qoydu və qısa, asimetrik, az qulluq tələb edən bob, pixie kəsimini yaratdı. Onun devizi belə idi: saç öz-özünə forma saxlamalıdır, lakla deyil. Sassoon, Mia Farrow, Nancy Kwan, Goldie Hawn və hətta Audrey Hepburn kimi Hollywood ulduzlarının saçlarını kəsib. O həm də öz adını daşıyan saç məhsulları markası Vidal Sassoon brendini qurdu. Bugün belə onun yaratdığı kəsimlər bütün dünyada trenddir. Vidal Sassoon kəskin xəttlərin, azad qadın obrazının simvoludur. Vidal Sassoon saç dünyasını dəyişən ad. Vidal Sassoon 20-ci əsrin ən məşhur saç ustalarından biridir. O sadəcə usta deyil, müasir saç kəsiminin atası sayılır. 1950-60-cı illərdə o qadınların ağır burmalı saç üslublarına son qoydu və qısa, asimetrik, az qulluq tələb edən bob, pixie kəsimini yaratdı. Onun devizi belə idi: saç öz-özünə forma saxlamalıdır, lakla deyil. Sassoon, Mia Farrow, Nancy Kwan, Goldie Hawn və hətta Audrey Hepburn kimi Hollywood ulduzlarının saçlarını kəsib. O həm də öz adını daşıyan saç məhsulları markası Vidal Sassoon brendini qurdu. Bugün belə onun yaratdığı kəsimlər bütün dünyada trenddir. Vidal Sassoon kəskin xəttlərin, azad qadın obrazının simvoludur.